Hamınızı salamlayıram. Bugün çox gözəl tort bişirəcəyik peçenye ilə. Bunun üçün bizə lazımdır peçenye və bişmiş krem lazımdır. Bişmiş kremi iki cür eləyəcəyik. Deməli, bizə lazımdır peçenye, kakao, süd, yumurta, vanil, un və yaxud kraxmal, pesox və yağ lazımdır. Onu da deyim ki, mən dəqiq nə qədər lazımdırsa linkə yazacağam. İlk öncə hazırlayırıq kremi. Bişmiş kremi necə hazırlayırlar siz bilirsiniz. Demək, yumurtaları sındırırıq, pesoğu, unu və yaxud kraxmalı əlavə edib qarışdırırıq ki, topucuqlar əmələ gəlməsin. Südümüzü tökürük və qazın üzərində dayanmadan qarışdıra bişiririk. Qatılaşdırılmış süddən də qatı olmalıdır. Deməli, indi sizə göstərəcəm. Baxın, bişirdik. İndi mən bu kremi iki hissəyə ayırıram. Birini çox eləyəcəm, birini az. Az hissəmizə vanili ələyirəm. Üzərinə streç bağlayıb qoyuram xaladelnikə ki, soyusun. Çox hissəyə isə kakao tökürəm və onu qarışdırıram isti-isti. Yəni ki, soyutmuruq bunu. İsti-isti. Və son olaraq yerdə qalan qara kremi, ağ kremi qarışdırıram. Belə açıq qəhvəyi rəngdə krem alınır. Onunla da tortun qıraqlarına ulduzlar